Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri beyin mühəndisliğine karşı Türkçe eski kitaplar programının 320. bölümünü başlayıram. Allah'a şükür olsun ki bu günləri də hayatımız var. Bu gözəl dünyaya baxırıq. Əlbəttə insanlar bu gözəl dünyanı çox pis dünya elirlər. Savaşla, qanına. Bəzən də savaşa çarə yoxdur. Yəni haqqı almaq üçün savaşmağa məcbursan və bu bizim də təəssüflə alnımıza yazılıbdır ki, savaşaq və haqqımızı alaq. Savaşdan qaçmaq bəzən imkansız olur, çünki ya gərək bərdə olaq qalaq, ya da azadlıq üçün, insanlıq üçün, insan kimi yaşamaq üçün savaşasan. Bu da qaçılmazdır, yəni çox çətin və bizim də alnımıza yazılıbdır. Dünən əslində neçə kitaba baxdıq, amma onlardan biri çox önəmli idi, çünki o birisləri öncəcə oxumuşduq. Məsələn, Əqalim-i Səbə adlı kitabı yazar Mustafa İbn Əli, Sultan Süleyman İbn Sultan Səlim, yəni Sultan Səlimin oğlu Sultan Süleyman Qanuni dövründə yazıbdır. O kitab 900 Hicri, yəni Sultan Süleyman 900 Hicridə doğulubdur. 974-də də Allahın rəhmətinə gedibdir. Bu kitab o zamanda yazıldığı üçün şey olacaqdır. Yəni 500-ə biraz çox ömür olacaqdır. Amma əsl kitab ki, dünənləri oxumağa çalışdıq. Çox da cəlib kitabdır və türkcədir. Çox da qalin qeyim səhifələri vardır. Bunu kitabın özünün için oxuyaraq iki dənə tarix tapdıq. Biri nüsxəçinin yazdığı tarixdir, biri də kitabı yazanın tarixidir. Əsli budur ki, kitabı bir nəfər ərəbcə yazıbdır, iki qardaşdılar. Biri ərəbcə yazıbdır, biri onu tərcümə edibdir. Biz bu tərcüməni oxuduq, yəni türkcəni oxuduq. Kitabın yazması 5 il çəkibdir. Çünki Sultan Məhəmməd Fatih Sultan Murad Xan zamanı, yəni 500, indi baxım onun tarixinə. Kitab yazmaq 855 Hicridə başlayır yazılmağa, 850-də başlayır, 55-də qutarır. Beləsi. Yazan da nüsxəçi Həmz ibn Əvəzdir ki, bu da 1028-də bu kitabı nüsxəlir. Yəni 419 il qabaq bu nüsxə yazılıbdır, amma kitabın özü tarixini də hesaplamışam, amma taparım indi onu deyərəm. Yazan hangi tarixdə yazılıbdır? Yazan yazıcı oğlu Əhməd Bican. İki qardaşlar dedim, biri şeyi yazıbdı ərəbcəsini və biri tərcümə etdi. Sultan Murad Xan Qazi Əngirüsü alan zaman bu kitabı başlayıb yazmağa. Sultan Məhəmməd Fatih hələ İstanbulu almayıbdı, amma iş üstə çıxıbdı. O zaman da bu adam neynir? Kitabı qutarır. Biz Sultan Muradın diriliğindən bilirik ki, bu hangi tarixdə yazılıbdır ona görə. Amma gedək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, onu çox da fürsətim olmayacaqdır. Onu görək və bilək, oxuyaq. Dünənlər Ənvar-ı Aşiqini oxuduq, onu görsətdik. Risale-i Türki dər musiqi. Görək ki, əcəba bu musiqi haqqında nə deyir? Eyni halda gedək görək ki, musiqidən sonra bir ayrı kitabı Şəcəri-i Türki. Bu da bir şəcərədir, görək ki, nə deməkdir? Əcəba biz bu musiqini qabaqcan görmüşük, görməmişik, o məni biraz şəkkə saldı. Amma ən yaxşısı budur ki, biz onu kitabdan açaq, baxaq, görək ki, nə var? Əvvəl kitabın özünün cildinə baxaq, görək ki, kağızı nə cür bir kitabmış, əkslərinə baxaq. Görürük ki, kitabın cildi gönümüş, amma işləndiyinə görə görürük ki, qıraqlarının çürüyübdir, əl yeri, şirazəsi çürüyübdir. Kitab zahirən
İran Milli Məclis Şurası kitabxanasında vəqf olub, orada saxlanılır. Burada əks kitabın boyunu görürük. Kitabın boyu 18 santimetrdir, eni isə 22 səfhəsinin olanda 11 səhifədə enidir. Bəs 18 santimetr kitabın boyudur, 11 santimetr kitabın enidir. Kitabın cildini gördük, cildinin içini də gördük, o cildinin üstüdür, aşağıdakı cildinin içidir, 2 dana bundan əks alıbdır. Kitabın səhifələri 275 səhifə PDF-dir. Bəli görürük kitabda hər səhifəsində, PDF-in hər səhifəsində 2 səhifənin əksini qoyublar. Bu da göstərir ki, kitab bunu 2 qata çevirsək olar 550 səhifə. Bir dənə 550 səhifə musiqi kitabla qarşıyayıq. Burada görürsünüz ki, səhifələri əvvəl oturublar, nə ediblər? Çarçıvə ciziblər qərə midatla, qərə qələmlə. Və əlbəttə burada bir qisməti də boşdur. Kitabın nə cür olubdur ki, bunu kamil əks götürə bilməyiblər. Kitabın biraz da boşdur. Elə bu cür davam edir, neçə səhifə beləsi gedir, boş gedir. Sonra gəlirik, yetişirik. Mən biraz bunu yekəldim ki, aha, tamam. İndi buradan bizə daha rahat olduq. Qeyd bir də əvvələ, burada cildin içini görürsünüz. Məclisin şumarəsi zadı burada görsənir. Burada kitabın birinci səhifəsini görürsünüz ki, kadrı zadı nə ediblər. Burada da görürük ki, bu əgər 1-2 ki burada yazıbdır, baxın 1-2-3. Diqqət eləsəz, bu əl yazı deyil, bu taza yazıdır. Bu maşınlar ki, nömrə vururlar, o nömrə ilə vurublar, sonra vurublar. Bu çox tazadır. Hətta 4-ün belə yazılması, 5-in o cür yazılması, 6-nın belə yazılması, bunlar şeydir, tazadır. Burada yenə məclisin möhrü gəlib kitabın üstünə və burada kitabın musiqinin özünü görürük kitabın içində. Kitabın hər səhifəsini 2 sütuna bölübdür. Eyni ruznamələr ki, səhifəsində çox sütun olur, ona sütun deyirlər. Farsca əlbəttə, mən türkcəsini bilmədiyim üçün deyə bilmirəm. Burada da görürük ki, o cür bir şey qoyubdur. Bəzi xəttiləri qırmızı yazıbdır, bəzi xəttiləri qərə yazıbdır. Amma bunlar nə deməkdir? Musiqidir, təxəssüsüdür və mən bunları anlamayacağım. Çox şeydir. Məsələn, nə deməkdir bunu, nə cür oxuyarlar, bilmirəm. Sonra da در فصل راست نهاوند نواصر سوزناک. ehtimalə bunlar fehristidir. Bəli, bunlar fehristidir. Musiqilərin adı və fehristi. Sonra در فصل راست, musiqi rastın haqqında burada tozihlər yazıbdır. Mən fəqət baxaram, görürəm ki, türkcədə yox. Çünki musiqidən mən heç hissat bilmirəm. Yəni, bilmədiyim üçün də bunu təbiətən anlamayacağam. Kitabın fəqət gözəlliyini göstərirəm. Diqqət eləsəz, qırmızıları çox bir-birinin içində gözəl məsələn yazıbdır, musiqi kimi bəlkə bilmirəm. Amma qərələri də bir əcib əl xətti ilə yazıbdır ki, oxuması da belə bəlkə biraz zor olar. Yəni, çox ciddi bir şeydir. Həm də əyri yazıb kitabın tamam şeyin. Amma bu 50-ci səhifə ki, PDF-də göstərilir, 52, 53-cü səhifə su tökülübdür, çay tökülüb, hər nə tökülübsə yazılar bir-birinə qatışıbdır təəssüflə. Arifi nə mənə haci, fi haci nə mənə belə bir şeydir. Kitabın biraz orada-burada boş qalıbdır. Yəni, adam kitabın ortasında, məsələn, neçə səhifə? 2, 3, 5, 7, 8 səhifə boş qoyubdur. Sadaşdan yenə bir ayrışın yazıbdır, bir səhifə yazım yarıbdır, yenə bir 3 səhifə boş qoyubdur, yenə 2 səhifə, neçə səhifə yazıbdır. Görək ki, boş, bəli, yenə də bir neçə səhifə boş qoyubdur, yenə gedir bu cürsi, davam eləyibdir. Kitabın rəngi də dəyişdi, yəni kağızları fərqlidir. Qədim kağız olmalıdır, çünki qədim bu formatda yazırdılar. Cəlibdir ki, bu hər fəslidən sonra, hər ehtimalən musiqini yazıb qutarandan sonra bir neçə səhifə boş qoyur, bir ayrısına getirir, ya da ki, onlarda bir şeylər yazacaq imiş, amma ömür, əcəl bəlkə də gəlibdir və icazə verməyib ki, bu adam bu kitabı qutarsın. Çox gözəl bir xətdir, düzdür, əl yazma çox gözəl bir əl yazmadır, biraz oxuması zor olar mənim üçün.
Eyni bu musiqi yazan adam kimi ki, dünyada bir dənədir, elə zahirən nə cür deyim, əl yazması da dünyada bir dənədir. Onun üçün biraz bunu oxumaq zaman aparar. Zamandan öncə musiqinin sözlərini bilməsək oxuya bilmərik. Yəni mən anlamayandan sonra Japonca bir şey oxuyayım, amma anlamayayım. Yəni mənasını bilməyəndən sonra ki, yəni bununla alver eləməyəndən sonra iki dənə müşkülü var. Həm xəttin çətinliyi, ələm məsələn burada qəşəngdir. Həm xəttin çətinliyi ki, o rahatda adam onu bir 10 səfə, 20 səfə oxuyar, öyrənər ki, bu adam nə cür yazır. Amma əsli məsələ budur ki, bu ayrı bir dildir. Musiqi bir ayrı bir dildir. O dili bilməyəndən sonra, məfhumu anlamayandan sonra kitabı oxumaq çox zor olar. Dediyim, aynı şəkildə kitabı davam eləyibdir. Bir bəhsi başlayır, ehtimalən bir-iki səhifə yazır, ya bir neçə səhifə yazır, sonra bir neçə səhifə boş qoyur. Nədən ötürü boş qoyubdur, onları bilmirəm, çox ciddi bir kitabla qarşı-qarşıyıq. Mən təqribən tək-tək səfələri vurdum, baxdım, onlar ki, baxalar, görələr, Hudust deyə burada səfələrin başına qoyubdur, ehtimalən şeiridir. Mani 548 və kitab qutardı. Yenə kitabın gəldiyi axırına yetişik, amma fori bunu qeydaq kitabın əvvəlinə və görək ki, bu kitab bizə bu günləri nə verəcəkdir. Çox önəmli kitabdır, amma heyif ki, mən bilmirəm. Bunu kim yazıbdır, onu da bilmirik. Yəni, bəlkə axtarıb tapa bilək ki, bunu kim yazıbdır. Əvvəldən baxırıq, görək ki, burada nə vardı? Əşkal-i Sufiyan xəfif ol ilə 9 zərbidir. Ha, baxın, burada məsələn şey yazıbdır. Kitabın qırmızı xətlə yazıb ki, Əşkal-i Sufiyan xəfif ol ilə 9 zərbidir. Ehtimalən 9 zərbi nə deməkdir? Xəfif ol ilə nə mənədir? Ya olayı ilə. Ol ilə, bəli. Üstündə dəm təkə. 8 simai. Əlbəttə bir dənə 4 yazıb, bir dənə 5 yazıbdır. 9 görsəniz, o dediği, amma səngiz səmai. Qayət ağrı olu olə bərq 6 zərbidir. Məsələn, bu nə deməkdir, mən bilirəm ki, dəm, tək, tək, dəm, tək. Doğran, dur, rəvan, ya duri, rəvan. Xəfif ola ilə 14 zərbidir. Yəni, bu da 14 zərbi nə deməkdir? Mən yenə bilmirəm nədir. Xəfif də olar. Dəm, dəm, tək, dəm, dəm, tək, tək, əşkal, düvik. Nə deməkdir? Nəcür oxuyacağım? Çünki bilmədiyim üçün bunları bilmirəm ki, nəcür oxuyam. Yəni, burası var. Adıdır hər halda. Bu, məsələn, əşkali düyün. Ehtimalən düyün. Xəfif ol ilə 8 zərbidir. O birisinin də adı əşkali səmai yürək. Xəfif ol ilə 6 zərbidir. Dəm, tək, tək, dəm, tək. Mən burada 5 zərbi gördüm, amma hər halda ehtimalən hərəsi, nə bilim, bəlkə məsələn dam, ya bəzisində məsələn 2 dənə vurur, dam, dam, beləsi. Bilmirəm, yəni bilmədiyim üçün mənə bu şeydir, gedək bunun bunları mən heç vaxt bilmədiyim üçün fehristinə fəqət baxaq, qeydıq şidaq, çünki ya bir buradan xaciyi در فصل راست خاجه کاردویک Məsələn, bu nə deməkdir? Anlamıram. Anlamadım deyə oxutsam da həttəmən qələt oxuyaram. Onun üçün ehtimalən bu şeir idi yazıbdır. Amma oxuya bilmirəm. Yəni
İmdi nəsimi sübütəm tərsim ki azarişi genə təhrik zülfü ənbərşi az xabi bu işi genə. Dənə nadirdə dəllini mükərrər. Məsələn, oxu, yəni bilmirəm nədir, nə cür oxunacaqdır. Ona görə bunu qoyaq qalsın. Musiqi kitabında bir türkçə kitabdır. Bunu deyə bilirəm. Ondan sonra heç bir şey deyə bilmirəm. Məsələn, burada bir də meyxana yazıbdır. Mükərrər, ümid vəsləş əl-axərə bəstəyi hindidir. Xalcı-i nəqşi düyük. Orada da xalcı-i düyük, karı düyük var idi. Orada şey, mükərrər, xani-i sani. Sultanıma al, sultanıma rəhmət bir canıma. Anlam ki canə bir ləb rəsəd, həmrah künət bir canıma. İhtimalən farsı, türkçə bilmirəm indi hansısıdır. Belə bir şey. Hər halda bu kitab çox təxəssüsü kitabdır. Mən baş tapmadığım üçün bundan gedək qırağa. Amma bir dənə kitabı açdıq, adı Şəcəri Türkidir. Bunun adını heç olmasa yazaq ki, bu güncəlləsə də Risale-i Türki dər musiqi. Risale-i Türki dər musiqi. 550 səhifədir, amma da oxuya bilmədik də, yəni burası çox ciddi, tarixin zadını çıxadanmadıq, heyfkəs. Bunu mən oxuya biləydim, yəni bilsəydim ki, bunu oxuya bilərəm. Bunun heç olmasa bir tarixin zadını adam çıxadardı. Kim yazıbdır? Hangi tarixdə yazıbdır? Adam bunu hətmən çıxada bilərdi, yəni nə cür... Kitabın bir iş görmək olur, amma yenə musiqidir burası. İstəyirəm ki, bundan bir əks salaq görək ki, bu kitabı tanıya bilər, ChatGPT filan. Bunu məxluqat-ı əcaibdə burada vurduq açıldı. Çünki gedəcəyəm bu şat skrinə. Edit eləyək əksi. Save eləyək və gətirək burada görək. ChatGPT bunu nə cür bu əlyazma kitab türkcədir və musiqi haqqdadır. Əcəba, aydad, mən bunu beləsi yazıram, amma şey deyil. Bu kitab əlyazma və türkcə musiqi haqqdadır. Əcəba, siz təşxis verə bilirsiniz ki, bu kitabın yazısı hangi tarixdə yazılmış olabilir?
Bu kitabın 550 səhifəsi var. Tamam, görək ki, bu tilavatı çevirdik. Bunun üzerine bize bir məlumat verə bilir ya yox. Bunu kopya eləyək, eyni halda bunu aparaq. Bu əlyazma şəklinə baxdıqda onun yazı üslubu, dili və işlənilən istilahatlarına əsasən təxmin vurmaq olar. Göndərdiyiniz səhifə Türk musiqi nəzəriyyəsi, ədvar-i elmi haqqındadır və oradakı müxtəlif məqamların uşaq, nəva, huslik və sairə adı çəkilir. Bu kitabın tarixi haqqında bəzi nüktələr. Xətt və yazı üslubu. Bu mətn nəstəli xətti ilə yazılıb. Yazının forması və hərflərin birləşmə tərzinə əsasən bu əlyazma çox güman ki 18-ci yüzilin sonları və ya 19-cu yüzilin əvvəllərinə təxminən 180-240 il qabaq aiddir. Osmanlı və ya Azərbaycan hövzəsindəki musiqi risalələrinin klassik ənənəsi izləyir. Dil və məzmun. Mühit olaraq mətnidə həm türkcə, həm də ərəbcə, farsca köklü istilahların sıxlığı onun klassik bir risalə musiqi olduğunu göstərir. 550 səhifə bir musiqi kitabı üçün olduqca geniş və dəyərli bir məcmuədir. Çünki bu həcmdə əsərlər məmulən təkcə noteriyəni deyil. Noteriyəni bilmirəm nə deməkdir. Həm də şeirlər və təsnifləri, kökləri əhatə edir. Fiziki durum. Kağızın rəngi və mürəkkəbin köhnəliyi onun köhnə əlyazma, manuskript olduğuna təsdiqləyir. Əgər kitabın sonunda fərağət tarixi yazılan bir kolofon kitabın bitiş qeydi olsa, dəqiq ili oradan tapmaq olar. Nəticə, böyük ehtimalla bu əsər Qacar dövrü və ya gec Osmanlı dövrü gənc ehtimal olacaqdır. Miladi 1800-cü illərin başları aiddir. 550 səhifəlik bir musiqi əlyazması çox nadir bir xəzinədir. Tamam. Acaba bu ChatGPT də bu haqda bir şey bizə verə bilərmi? Bunu da burada qoyaq, deyək, göndərək, görək ki, bizə bir şey verə bilir ya yox. Hələ feylən düşünür bu. image analiz edir. Görək ki, nə deyəcəkdir. Sonra qeydərək baxarıq. Biz indi bunu gözləməyək bundan izafə. Gedək. Aha, başladı. Haqqında bəzi zahiri əlamətlər, nə deməkdir bunu belə eləyək ki, oldu. Gördüyüm səhifəyə görə bu kitab haqqında bəzi zahiri əlamətlərdən təqrib tarix təxmin etmək mümkündür. Qati hökm vermək üçün bütün kitabı görmək lazımdır. Lakin bu səhifədən çıxan bəzi işarələr bunlardır. Əlyazma yoxsa taş basma olma ehtimali. Taş basma deyil, bəs buradan keçək. 1250, aha, səbr edək. Yazılar çox müntəzəm və bir-birinə çox bənzəyir. Bu, adi əlyazmada olan fərqləri göstərmir. Buna görə bu kitabın taşbasma litografiya olma ehtimali çoxdur. Osmanlıda bu tərz baskı xüsusən. Bu deyil, yəni əlyazmadır. Onu biz görürük, özəlliklə onu bəllidir. 1250-1320 hicri qəməri, hicri. Yəni bu 1250-1320, yəni 27 il bundan qabaqla çox belə ara, çox geniş tutdu. Yəni 100 neçə illik bir ara ilə. Xətt növü, yazı rüqiyyə yaxın bir Osmanlı türkçə xətti ilədir. Bu xətt xüsusən əsrin axirlərindən filan
Səhifə tərtibi. İki sütunlu olması, arasında çərçivə olması, üstdə səhifə şumarəsi. Bu şəkil Əsr Osmanlı taş basma kitablarına çox uyğundur. Yox, o deyil və o da oradan bir dənə o şeyin üzü ilə demək olmaz. Möhrün üzü ilə ki dedim, o bəllidir. Buna görə ehtiyatlı bir təxmin. Bu kitab qalibən bular. Yox, bu əslən ona yaxın gəlmədi. İkinci variantı veribdi. Deyir ki, gördüyünüz səhifəyə diqqətlə baxdıqda bəzi əlamətlər bu kitabın tarixi haqqında təqribi bir hökm verməyə imkan verir. Səhifə tərtibi. Bu səhifə tərtibi düz deyil, ona görə bundan keçək. Gedib bunun üstündə bu qəzavət eləyibdi, hökm veribdi, o da ərzişi yoxdur. Ona görə heç oxumayaq. Gedək şurada ikinci kitab ki, açmışıq, bu nədir? Bu kitabı da yenə kiçildək ki, səhifəyə yerləşsin. Bu kitab hər halda bilirik ki, ehtimalən Fransada olur. Bura əvvəlcə huruflar görürsünüz, bir acib düşübdür. Marvelous this causes carries. Nə mənadır? Bu Fransızcadır ehtimalən. Kitab Fransada saxlanır. Burada onu gördük. Kitabın əkslərinə baxırıq. Kitab 585 səhifəlik bir şeydir. Adı Əcaibül Məxluqat. Ad Əcaibül Məxluqat Qəzvini. Nusxə-i Türki. Yazıb ki, neçə səhifədir? Səfhə sayı 585 səhifədir. Hər kitabın da hər bir səhifəsinin PDF-in bir səhifəsinə qoyubdur. Kitabın cildinə baxırıq, görürük ki, ehtimalən nəqqaşidir, gönün üstünə vurulubdur. İçərisində görürük ki, nəqqaşidir. Osmanlı dövründə suyun üzünə çəkilən nəqqaşidir. Tazaşdan bir ayrı nəqqaşı görürük ondan. Ağ kağızlar neçə səhifə keçir. Burada görürük və burada latincə kitabın haqqında bir şey yazılıbdır. Mən əgər səhv eləmirsəm 1874. Fikirəm bu kitabı görmüşəm. Çünki bu xətt və bu şey yadımdadır. 31 yülülədir, nədir? 1871. Bu xətti tanırım. Yəni zehnimə gəlir. Haza kitabı Haza kitab Əcaibül Məxluqat və Qəraibül Mövcudat təlif Seyyidina və Mevlana العالم العلامة الحب البحری محمد ابن عبدالله القزوینی نفعنا الله به و برکاته و اعاد علینا من صالح اعماله آمین. Kitabın əvvəlində adını yazıbdır. Yazar Muhammed ibn Abdullah Əl-Qəzvini. Bu bilirik ki, türkcədir, elə adından bəllidir, türkcədir. Burada aşağıda Fransa möhrü kitab vurubdur. Kitab gözəl təzhiblə başlanıbdır. Nə vaxt bu təzhibi görməmişdim. Bu təzhib çox gözəl bir şeydir əslində. 3 dənə haşiyəsi var. Təzhibin özünün baş bölümünün. Osmanlı dövrünə bənzir, amma şişirdilmiş. Ehtimal verirəm ki, bu Osmanlı dövründə bu qədər şişirdilmiş, yəni o günbəz dediyimiz şey bu qədər yekə olmur. Amma Osmanlı dövrünə təqribən biraz hər şeyi şişirdib. Ona görə deyə bilirəm ki, Osmanlı dövründədir. Kitab elə birinci səhifədən başlayır. Bismillahirrahmanirrahim və türkcə kitab davam edir. Əlbəttə baxıram görüm hardan bu türkcə olacaqdır. Feylən ki buracan və bədühü fəyəqulul əbdülfülan ərəbcədir buracan. Kitab və küntüm demənə oracan şeydir. Ləhu Qəzvini kullən ərəbcə yazıbdır, heç türkcə yazmayıbdır. Ərməə fi şərhi hazihil əlfazi
ليبين منها مقصود الكتاب والله الموافق للصواب المقدمة الأولى في عجب قالوا العجب حيرة تعرض الإنسان لقصوره عن معرفة سبب الشيء أو عن معرفة كيفية تأثيره فيه مثاله أن الإنسان إذا حلية النحل tamam buradan fiilen Ərəbcədir, bura Ərəbcədir. Kitabın səhifələrinə baxırıq. Kitabın biz əvvəl üçünə baxacağıq, amma burada istəyirəm görüm ki, burada da yazıb türkü, amma mən buradan ərəbi görürəm. Qeydıq kitabın özünün bir şeyinə baxaq. Kitabın adına dedik, baxdıq, biraz səhifəni kiçildək ki, burada görsənsin. Kitabın səhifəsini görürük. İki tərəfində kitabın çoxlu yer saxlayıb qıraq yazıya. Onu görürük. Aşağıda buna görə ki, bu vərəqin məmulən bir sağ tərəfi var, bir sol tərəfi var. Bir deyək şimal, bir cənub, bir şərq, bir qərb. Hətta belə biz sağdan yazdığım üçün bura qərb olur, sonra şərq olur. Bura birinci səhifədir, bura ikinci səhifəsidir bir vərəqin. Bunun aşağısında, ikincinin aşağısında o birisi səhifə ki, ayrıdır, bir ayrı səhifədir, bir-birinə yapışıq deyil, bunun o yüzü bu yüzü deyil. Onun əvvəlinci kəlməsini yazırlar ki, əgər kitab cırılsa bir şey olsa ondan tapsınlar. Burada məsələn yazılır Kəma Ərşədə, burada da görürük ki, Kəma Ərşədə. Kitab işlənibdir, bəllidir, əl təri, şorbası filan dəyibdir buna, bəzi yerlərə dəyibdir. Xətti çox bir əcib əl yazmadır, yəni çox əcibə əl yazmadır. Bəzi kəlmələrin üstündə onun eyrabın, yəni səsin qoyub standart edibdir, amma hamı kəlmələrin yox. Gördüyünüz kimi kitab buracan feilən ərəbidir. Barmağın bəzi yerdə o dedim, məsələn qəza yeyə oxuyurmuşlar və elə belə görünür, pıntı adammış, yəni kitabın bəzi yerdə də görürük su gəlib. Yəni məsələn əlan bu səhifədə görürük ki, kitabın ağ tərəfində su var. Bu yüzdə də görsənir. Hətta şeydə də, Şirazəsində də burada aşağı üstdə görsənir ki, orada da su geçmişmiş ora. Amma kitabın kağızı çox gözəl olduğu üçün, çox keyfiyyətli olduğu üçün və ehtimal verirəm qalin kitabdır. Yəni əl vurmuram, amma hiss edirəm ki, kitabı qalindir. Bu kağızı. Qalin olduğu üçün o şeyi çox fərq eləmir, su geçməsi. Kitab burada neçinci? PDF-də 30-cu səhifə. Görürük ki, bir gün əksi çəkibdir. Əcəba bu nədir, nə haqdadır? Çox da gözəl bir şey. Bir dana kürə çəkibdir. Onu da rəngi midadından onu sarı, təla ya qızıl rəngi ilə rəhləyibdir. Sonra aşağıda görürük ki, ay tutulmağı ya gün tutulmağı görsədir burada. Burada da ehtimal verirəm ki, ayın hər 15 gündə nə cür olur onu görsədir. Fikir edirəm. Yəni əkslərini görürəm. Burada bir nəqqaşı görürük. Yəni bu kitabda nəqqaşilər görürük. Bunları istəyirəm deyəm ki, gözəl bir nəqqaşiləri vardı. Bunu baş tapmıram nə mənədir. Ola bilər qutbunuma kimi bir şey olsun. Qutbu görsədən bir şey, yolu tapan. Əcəba bu yerin için görsədir ya nə cür, onu da mən yenə bilmirəm. Burada bir oxdur, musiqi şeyidir və hər demək olur ki, hər bir neçədən bir dənə, məsələn, burada adamın başını kəsib əlində tutubdur. Burada ehtimalən musiqi alətləridir. İki xanım, bir erkək və burada heyvan şikar eləyibdir. Amma bir adamın 6 əli var, məsələn, ki, hər əlində bir şey tutur. Yəni, hər əlindən bir hünər gəlir, o ya hər barmağından. Onun ehtimalən mənasıdır. Kitabın nəqqaşısı çoxdur. Məsələn, burada bir dənə heyvan çəkibdir. Burada bir ayrı heyvan çəkibdir. Burada bir ayrı cürə bir balıqdır, ilandır, nədir, onu çəkibdir bir adam. Və cəlibdir, yəni nəqqaşiləri, çox gözəl bir nəqqaşiləri vardı. Bəzi səhvədə oldu 2 dənə nəqqaşi. Məsələn, burada bilmirəm ki, bunlara nə deyək, məsələn, hər halda deyək, nəqqaşi çox gözəl bir nəqqaşilərdir. Burada da heyvanlar, əcib heyvanların əksini çəkibdir. Nəqqaşilər, atlar. Bu kitab təqribən hər səhifədə nəqqaşı var, təqribən. Yəni, hünəri cəhətdən də ərzişi var, rəngi cəhətindən ərzişi var. Bunu bilmirəm, adamlar niyə yazıblar ki, bu türküdür, amma mən türkü görmürəm. Buracan hər yerə baxıram.
Məsələn, burada bir dənə gözəl gəmi çəkibdir. Bəzi səfədə 3 dənə əksi var. Təxəyyülüdür. Fikir edirəm bu kitab çox təxəyyüldür. Burada bəzi səfələrə yetişdikcə əksləri yoxdur. Mən umaram ki, bunun bir yerə yetişək ki, türkcə olsun. Yəni, burada bir yerə yetişdik ki, bir dairədir. Dairənin içində çoxlu yazılar, dairə içində. Çoxlu dairələr dairənin içində. Müttəhidül mərkəz. Və onlara görə tozif veribdir. Nədir, nə deməkdir? Rəbbül aləmin burada dedi. Amma əcəba Bismillahirrahmanirrahim. Yəni, bu səhifə 121-ci səhifə. Burada ehtimalən mövzu dəyişir, amma nə haqda olacaqdır? Ərəbcədir. Yenə də hala görürəm ki, bu ərəbcədir. Fəslun fi inqilabil ənasuri bə'əzuha ilə bə'əzin. Fəsli ki, ünsürlərin bir ayrısına çevrilməsi haqqında o qanun ki, bizə deyiblər ki, enerji əz beynə mirəvət əz şəkli be şəkli digər təğyir miyabət enerji aradan getməz, amma bir formadan bir ayrı formaya çönər. Bu əslində onu deyir. Yəni, o qanuna istinad edir. Fəslun fi inqilabil ənasuri bə'əzuha ilə bə'əz. Çox gözəldir. Yəni, məsələn, biz bunu getmişik, Avropalılardan oxumuşuq, amma burada var imiş. Kitabı mən elə bu cür davam edirəm. İndi yenə də nəqqaşilərə yetişdik. Bəzi nəqqaşilər var, bəzi yazılar var. Hələ feilən ərəbcədir ki, görsənir bura. Qanatlı adamlar. Məsələn, calibdir. Fikirəm hamısı təxəyyülüdür. Yəni, bu vaqəən görməyibdir. Məsələn, o kiçik adamlar deyirlər, nə mənə deyirlər, onları məsələn deyirəm, bə nəqqaşlıq edib, çıxıblar ağaca filana, bəhmana, lütdülər, arvatlı kişili, şahları da var, arvatdır məsələn, neçə başlı əjdaha məsələn, 5 başlı əjdaha məsələn çəkibdir, qanatı da var. Gözəl, çox gözəl kitabdır. Yəni, hünəri cəhətdən, təxəyyül cəhətindən ehtimalən bəlkə bu cür bir heyvanlar da varmış. Yəni, mən deyirəm təxəyyüldür, amma ola bilər birdən təxəyyül olmasın. Bəhrül Gəlzəm hüvə şöbətün min bəhril hindi cünubiyyə biladi əl-bərbər vəl ceyşətu və ələ sahilihi. Hala kitab çox rizliyə çəkmədim. Ona görə bunun xətlərin oxumaq biraz zordur, amma oxuram. Yəni, kitabı keçərsəm, bunu çox rahatca mən oxuram və məmulən bu tür kitabları, adları əgər təxəssüsü elmi olmasa, ərəbcəni başda aparam nə deyir. Çünki təxəssüsü deyil. Təxəssüsü olsa zor olur. Əlbəttə, burada elə bir şey, bir tarix deyir. Bu da bir ayrı səhifədir, yəni qutarır. Burada da yazıq. Mən bunlarda bəlkə tarix çıxadıram 201. Bəlkə bunlardan bir tarix çıxada bilirik. Ərəbcə olsa, əlbəttə istəməyəcəyəm çox da bunun içinə keçəm. Bundan belə ki, önəmlidir. Yəni, bizim, hər halda biz müsəlmanların yaratdığı bir şeydir, topladığı bir şeydir və biz bunlara sahib çıxmalıyıq. Burada yenə də bir ayrı səfədə, burada yenə qurtarır, 218-də yenə qurtardı, bir ayrı şey başlanır, səfəsi. Burada nəqqaşiyə yer qoyubdur ki, sonra nəqqaşi çəkilsin, olmayıbdır. Feylən mən 230 səhifə baxmışam buracan, ərəbcədir. Yəni, dediyim kimi, bəzi kəlmələrin üstünə səsin qoyubdur, bəzisinə səs qoymayıbdır, amma ərəbcədir. Yəni, düzdür, riz oxumuram hər sətri görəm nədir. Burada da hər halda nəqqaşilər sonralar azalır, amma bu cür deyil ki, nəqqaşi olmasın. Rəhləri çox gözəldir. Neçə yüz il bundan qabaq çəkilibdir, onu bilmirəm, amma nəqqaşilər hala diri, canlı, çox gözəl nəqqaşilər, rəngi hala diridir və bu bizim, əlbəttə, tarixini tapsaq, burada da şeylərə geçir. Yarpaqlara, ağaçlara, bu cür bir şeylərə geçir, meyvələrə geçir. Çox
Bəli, məsələn, deyirəm bə bu alma ağacıdır məsələn. Əlbəttə alma ağacına bənzəmir, bəli, o cür bir şey ola bilər. Əlbəttə, məsələn, biz bir dünya ağaclar var ki, tanımırıq. Hətta indiki Kanadaya mən gəlmişəm. Bir dünya meyvələr var ki, tanımırıq. Məsələn, adamın imkanı ola gedə o harrə dedikləri ustuva, xətt ustuvanın üstündə harrə dedikləri məntəqələrdə dünyanın meyvələri, əcib meyvələri oradadır, əcib ağacları orada. Məsələn, burada bir dənə ağac kəsibdir ki, ehtimalən, məsələn, xurma ola bilər, xurma ağacı ola bilər, bənzədibdir. Otlar, ərəblər haqqında da, əvvəldə heyvanlar, adamlar filanlar, indi gəlibdir o tərəf və güllər haqqında. Çox gözəl işdir. Əslində, məsələn, bu işə biraz sistematik, taza şeylə, məsələn, Darwin eləyibdi, biz onu götürmüşük, halva başımıza çıxartmışıq. Amma özümüzün o haqda kitablarımız özdə aynı qanunları ehtimalən kəşf eləyib adam. Amma biz bunları oxumadığımız üçün Darwini çıxartmışıq başımıza, öz adamlarımızı tanımırıq. Çünki özümüzdə bir hiqarət hiss edirik. Özümüzü, öz adamımız, yox biz eləyə bilmərik deyə bizim zehnimizə keçibdir ki, biz başara bilmərik. Hər halda mən feylən bu kitaba baxıram, davam edirəm, görürüm, bəlkə bir yerdə bir fərqli bir şeylər də görərəm. Burada bir at çəkibdir. Yəni adamın nəqqaşı, burada bir eşşək çəkibdir, burada bir ayrı bir cür bir heyvan da çəkibdir. Bir ayrı heyvan, bir dəvədir ehtimalən, bir öküz, əlbəttə bir fərqli öküzdür. Məsələn, bir ceyrandır bəlkə, bu da bir ayrı bir heyvandır, bu da bir. Yəni, nəqqaşilər burada da keçdi heyvanlara, yenə də bir əcib heyvanlar, burada məsələn, ehtimalən bu şer olacaqdır. Və bunlar da müxtəlif heyvanlar, doğuz kimi bir şey gördüm. Fil. Heyvanları görürük, yəni bunu quşlar, heyvanlar quşlara gəldi, yetişdi və çox müxtəlif məsələn, burada iki başlı bir quşu qoyubdur. Əcəba bunu oxumaq yaxdılar. Adam görə ki, bu iki başlı quş ki, Səlcuqların da bayrağında var, bu nə deməkdir? Əcəba özünün iki başı var imiş, yoxsa təsəvvür siyasi cəhətdən şərqi qərb ya şimal cənub deyə anlamı var imiş, ya həm arxamı görürəm, həm önümü deyə anlamı varmış. Heyvanları burada çoxlu əcib heyvanlar görürük və burada adamlara yetişir. Müxtəlif adamlar, müxtəlif paltarla qiyafə ilə qutardı. Kitab burada qutardı, yetişdik axirinə və çox gözəl bunun üstündə də gön əksin salıbdır, gön dağılıb. Əslində bu kitab çox işlənibdir, gön dağılıb gedibdir. İndi bu qeydaq bu kitabın, mən qeydirəm əvvəldən bir neçə səfəsi boşdur, dedik burada əvvəlcə ərəb yazıbdır, Bismillahirrahmanirrahim ərəbi başlanır. Kitabdan biraz oxuyaq, görək nədir? Bismillahirrahmanirrahim, elhamdülillahi rabbil alemin, el-əzmu ləkə vəl-keynu bil-cəlalikə, ya qədim-i-zat, mufiz-el-xeyrat, vacib-el-vücud, vacib-el-məqul və fatir-el-ərz və-səmavat, mübəddi-ul-hərəkəti və-zaman və mübdi-i el-ceyri vəl-məkan, والجعل النور والظلمات محرك الأفلاك ومزينها بالثوابت والسيارات ومقرر الأرض وممهدها لأصناف الحيوان وأنواع المعادن والنبات دام حمدك وجل ثناؤك وتعالى ذكرك وتقدست أسماؤك لا إله إلا أنت وسمعت رحمتك ووسعت رحمتك وكثرت الأول ونعماؤك أفز
افزوا علینا افزوا علینا انوار معرفتك فتحر nüfusena an kedarati məsiyyətikə. Tamam, bunlar feil ərəbcədir. Hər 50 səhifədən bir neçə sətir oxuyaq. Görək ki, türkçəsini tapa bilirik yox. 50-ci səhifədə bu heyvanın altında bir yazı yazıbdır, 51-cində. Kövkəbətül əbil əkbər. O Əbi Əkbər, Dobbə Əkbər deyirlər farsça. Elə həman türkçə, ərəbcəni gətiriblər. Dobbə Əkbər. Göydə ulduzların şeyidir. Onu deyir ki, kövkəbətül, göydə olan şeylər. Kəvakibə tis'a və eşrun 29 dana ulduz kimi deyək. Kəvakibdir ki, oradadır. Kövkəbən minəs surəti və səmaniyyətə havali ilə surətin vəl-ərəbi tüsəmmə əl-ərbəətəlləti ən-nəyyiril murəbbə'il müstətili və sələsəti həl-harda. Belə ərəbcədir. Gedək 100-cü səhifəyə. Görək ki, 100-cü səhifədə nə haqqında danışır? Bir səfərin əvvəlindən Rəməzan burada yazıbdır. Rəməzan. İnnəmə yüsəmmi ləməzan limusadifətihi şiddətər rəməzə zəlikə əl-vəqtu və qilə əllə zünubə təmərrəzə fəyədu'un ən-nəbiyyi sallallahu aleyhi və səlləm Ramazan şəhrül ümmeti ey. Tamam, bu da ərəbcədir. Gedək 150-ci səhifəyə. 150-ci səhifədə belə bir nəqqaşı vardı. 2 dənə adam. Deyir ki, və minha cəzairus səlas. Qalə fi tuhafil qəraibi hiyə səlasu cəzairun məhəllun vahidətun minha بجنب الآخر أو في كل واحدة أعجوبة في أحدها تبرق السماء طول الليل وفي آخر تهب الريح شديدة. Tamam fi səlasəti. Yenə də ərəbcədir. Gedək 200-cü səhifədən bir baxaq. 217-yə gəldik hər halda, qeyd nixdalıya. Deyir ki, haza yekunu məsahətəl ərzi səthihə əl-xarici 14 alif və Əlifə əlif olur milyonda, yəni milyon. 1000 dana 1000. Və mütəbəə və ehtimalən səb'ə ehtimalən ya nəmənə və ərbəunə əlifən və ma yetəbəyyənə var. Tamam, beləsi bir şeydir. Oxumaları da ərəbcədir, biraz da zora düşürəm. 250, 300-cü, 320-ci səhifədə bir ağac əksinə gəldi, rast gəldi. Kitab ərəbcədir. Yəni mən buracan gördüyüm cəmi təfəttətət bilyədi və izən xuz cəvzətən və qişrəha bəhəysun la yəsibu əl-ləbu'u xadşə. Hər halda mənim ərəbcəm, yəni bu qədər də şey deyil ki, təxəssüsü bir şeyləri oxuyan başlayam. 400-cü, 418-ə gəldik. Ən-nu'us saniyə əşər 22-ci nuh. Əlləmənə əl-mux və huvə münasibun li-təbiəti əl-azmi xələqət fiyha təcvifil muazəmi limə kanə mübayinən li-təbiəti dəh. Gözəldir, təbiəti dəmi, qan haqqında, bədən haqqında ehtimalən burada danışır. Gedək 500-cü səhifəyə bir baş vuraq. Burada bir heyvan əksi. Qalə şairu kəəbi bəraqiş kullə hin ləvnəhu yetəqəlləb. Bir dənə quşdur, deyir ki, hər ləhzə bunun rəngi deyişər və əlalunə hazət tairi nusbəhət siyabun. Bu qələmun təcəlləbə minər rumi və hazət təyru əcibun fi ləvnd və şikli. Hər halda ehtimalən Heştərxan haqqında danışır ki, adama əcib gəlirmiş məsələn. Gedək kitabın axirinə bir baxaq. Axirdən bu qutarır burada. Elə buna baxaq, görək nə deyir. Təmmə kitab-ı əcaibil məxlubat və qəraib-ül mövcudat bi ounillahi teala qaziyil hacat əla yedil fəqiril həqir əl-hac Əli ibn Əbdullah deyirik ki, bu adam. Əlbəttə burada Muhammed ibn Əbdullah yazmışıq. Calib ki, bu adam deyir ki, burada. Əlbəttə ehtimalən o yazar, bu da şey ola.
xəttat nüsxə ola. تم كتاب أعجاب المخلوقات وغراب الموجودات بعون الله تعالى قاضي الحاجات على يد الفقير الحقير الحاج علي بن عبد الله من اتقاء المرحوم مرحوم kimdir? Abdülhayy أوزباش ووافق ختامه يوم الجمعة مبارك في 23 شهر جمادی الاول 23 جمادی الاول سنه 76 ve 100 ve alif 1176. Kitab bu ehtimalən nüsxədir. Əvvəl bunu deyək ki, mən ehtimal verirəm nüsxədir. Çünki əvvəldəki adam Muhammed ibn Abdullah Qəzvini dedi yazıbdı. Amma burada görürük ki, deyir ki, bunu yazan bu adamdır. Dədəsi də filan kəsdir. Yazdığı da cümə günü ayın 23-də, Cəmadül əvvəlin 23-də səneyi sittə və səb'inə və mi'ə və əlif 1176 Hicri qəməri. Ehtimalən nüsxədir. Mən burada yazacağım ehtimalən nüsxə. Ehtimalən. Tamam, bunu beləsi yazaq ki, bəlli olsun ki, şəkkimiz vardı. Minəl hicrətin nübuvvəti alə sahibəhə əfsəlüs-səlati vəs-səlam və sallallahu alə seyyidina Muhammedin və alihi və sahabihi və səlləm və elhamdülillahi rabbil alemin təmməti bit-təmam vəl-kəmal. Üstdə də əlbəttə bir şey yazıbdı. Bu heyvanın əksinin altında bir şey yazıbdı, amma nə deməkdir bilmirəm. Oxumayaq. Bunu da keçdik. Bu kitab ərəbcədə, türkcə deyil. Calibdir ki, yazıb türkçə, amma türkcə deyil. Bu ərəbcədir. Dostumuz, hər kəs ki bunu yazıbdır, oxumayıb, heç baxmayıb da. Biraz baxsaydı, bəlkə ərəbcəni təşxis vermək olar baxmağına. Gedək görək ki, bir ayrı kitab, türkçə kitab tapırıq üçün bu günləri istəyirəm bir kitab oxuyaq, olmaz ki, beləsi. Əcəba bu Fütuhat-ı Məkkiyə yox, Fütuhat-ı Məkkiyə deyil. Risale-i Musiqi oxuya bilmədik, Şəcəri-i Türki. Risale-i Türki musiqi oxumadıq. Şəcəri-i Türki yazıbdır, amma. Aha, Şəcəri-i Türkiyə baxdıq, yox. Nədir bu Şəcəri-i Türkünü mən? Burada olacaqdır. Tazaşdan açdıq. Tamam. Şəcəri-i Türkü buradaymışıq bunu. Tamam. Bu kitaba da bir baxaq. Bu kitab da yenə də Berlində saxlanır. Bunun adını da gördük. Yəni Almanda saxlanır bu kitab. Bunu gördük burada və bu 504 səhifədir. Bugünkü kitablar hamısı 500-dən çoxdur. 504 səhifədir. Çox gözəl bir qırmızı gönnən cildi var. Dövrəsinə də bunun haşiyəsinə qıraqlarına bir qızılla işləyiblər, ya o cür rənglə işləyiblər. Amma kitabın köhnəlməyi bəllidir, çox köhnədir. Birinci səhifəni cildi açanda cildin içində Osmanlı dövründə raic olan su üzündəki olan nəqqaşını görürük. Burada bir yazı yazıb, istəyirdim görün burada bir nə yazıbdır. Ona görə 1663 görürəm burada. Əcəba bu tarixdir, ya nədir? Onu bilmədim, amma bunu yenə kiçildək ki, kitab görsənsin. Tamam, kitab bu vəziyyətdə. 3-cü səhifəsində kitabın yenə nəqqaşı iləndir və kitab bir neçə səhifə ağdır. Burada yenə də bir yazılar görsənir latincə, ehtimalən nömrədir, kitabın nömrəsidir, adı haqqında bir şeylər olacaqdır. Haza kitab-ı Şəcəri Türki Bismillahirrahmanirrahim. Əl yazı çox da bir gözəl yazı. Adı ilə kitab-ı üçüncüsünü burada yazaq. Üçüncü kitab adı Şəcəri Türki. Kitabın birinci səhifəsini görürük, ikinci səhifəsinə baxaq. Çox pis saxlanılıbdır. Teyxə hər yeri kir, kəsafət içindədir.
Sətirlər bir-birinə çox yaxın, kəlmələr bir-birinin qarnına giribdi, amma oxumalıdır. Yəni mən indi burada baxıram, görürəm ki, bunu oxuya bilərəm, çox da rahat oxuya bilərəm. Gözəl əl yazmadır. Bəzi kəlmələri çox böyük və çox rəhli yazıbdır. Amma mətnin özün çox kiçik yazıbdır. Burada da əlbəttə bir dənə tarix görürəm. Əcəba bu tarix nə deməkdir? Nuşirəvan yazıbdır orada. Burada bir ayrı bir hərəkət eləyibdir. Əvvələn kitabın dövrəsində heç bir şey yoxdur. Çarşıvəza çəkməyiblər. Adam çox dedim pıntı imiş bunu saxlayan. Amma sətirlər bəzi yerdə moc vurur. Yəni həm əvvəli, həm axırı. Əvvəli yenə düzdür, axırı və həm də ortada elə bir şey moc gəlibdir. Sudan o şəkildə davam edir. Elə o böyük yazılar şey üçündür. Yəni bir mətləb qutarıbdır, bir ayrı mətləbə getmək üçün onun əvvəlin böyük yazır. Çox cəlibdir. Kitab getdikcə o şir kəsafət biraz azalır, amma burada ortasına da bir şey tökülübdür. Yəni əcəba su keçibdir, əcəba bir şey tökülüb kitabın ortasına. Bir ət şorbası suyu kimi bir şey orada görsənir. Yəni bu iki səhifədə görsənir. Sonra da barmaqları batıbdır, vurubdur birisilərə. Gözəl bir əl yazmadır, çox gözəl bir əl yazmadır. 504 səhifəlik bir kitabdan danışırıq. Burada PDF-də 34-cü səhifəni keçəndə, 35-ci səhifədə əl yazı kamilən dəyişdi. Yəni nəzərə gəlir ki, midatla yazılıb. Dedik midatda taza bir elm şeydi, gəlibdi 250 ilin şeydi, əsəridir. Midat bu 12-ci burada özü latincə üstünə şey qoyublar. 12-ci burada elə çevrildi bu yazıya. Yəni əlbəttə yazı dəyişir. Xətt əvvəldə. Xəttə diqqət eləsək, bu xətt biraz fərqlidir. Getdikcə yox elə həmin xəttdir, davam edir. Biraz əlbəttə burada dəyişdi. Əl yazma burada dəyişir formatı, şəkli. Nədən o yazı ilə dahi yazmır. Burada midatla davam edir. Mən səhifələri sürətlə gedirəm ki, səhifələri görək. 4-cü qəraəyuli əvvəl uşar, 2-ci toquf, təvəqqüf ehtimalən, 3-cü nə, mənə belə bir şeylər yazıb burada. Hər halda bu davam edirik. Ehtimalən bu bizim Cığatay türkçəsindədir. Bu cür ki görürəm, mən burada bir-iki kəlməni fəqət diqqət elədim. Gördüm ki, Cığatay ləhcəsindədir, amma əcəba külli kitab Cığatay ləhcəsində yazılıbdır. Cığatay ləhcə bilirsiniz ki, bir zaman Türk dünyasının ədəbi diliymiş, yazı diliymiş. Bəli, kitab zahirən Cığatay ləhcəsində yazılıbdır. Əl yazma əvvəldə biraz o çox, nə deyərlər, deyək ki, elə bir, məsələn, bir mütəxəssis yazıbdır, nəssaq yazıbdır, sonra kitab yazan özü ya bir ayrısı alıbdır, kitabı deyib mən özüm yazaram, ya da üstündən yazaram, nə cür? Hər halda biraz fərqlidir, çox fərqlidir. Yəni, bu elə bir ki, birinci adam əl yazmadır, özü də çox yerdə xətt çəkibdir, bəlli deyək ki, bu xəttlər acaba o qonunu istir, ya ki, bu qonudur, çox ciddi məsələdir, ya bir qonudan bir ayrı qonuya geçməkdir. Onları da əlbəttə oxuyanda adam biləcəkdir. Hər halda ikisi də əl yazmadır. Yəni, birinci bölümdə əl yazmadır, bu bölümdə əl yazmadır. Mən biraz səfərlərin daha getməsini hızlandırıram. Tarix kimi bir şey, hərdən bu sürətlə keçir, bəzi adları görürəm, nəzərimə gəlir ki, bu adlar tarixi şəxsiyyətlərin haqqında bir kitab olacaqdır. Şəcəriyyə Türkçü yazıblar, elə tarixi şəxsiyyətlər olacaq, adından da bəllidir, amma və burada məsələn bu iki səhifədə adları bir-bir yazıb, məsələn,
Çəngizxan yenidən oğlu Çuçərxan ya Çuçuxan. Məsələn, bu 153-cü səhifədə belə bir şey yazır. Əlbəttə, kitab PDF-də 339-cu, 40-cı səhifələrdə adları yazıbdır. Çox cəlibdir, bunlar adam görə ki, biz Çəngizxan haqqında indi feylən çox bir türklərin əli ilə yazılan bir kitab görməmişik. Ona görə də bilmirəm ki, dəqiqən Çəngizxana görə türklər nə düşünürlər. Seriallarda, türk dizilərində Çəngizxanı türk bilmirlər və onu əlbəttə ki, Osmanlılarla savaşır, yəni dost, düşmən düşmənə şey deməz ki, türk də olsa onu bir hər halda düşmən hesab edirlər. Düşmən olduğu üçün təbliğat, qarşı təbliğat apararlar. Kitabın gəldik sonuna yetişdik. Aynı vəziyyətdə davam edir və beləsi. Amma qeyd edək kitabın əvvəlində görək nə vardı. Əlbəttə, axirdə bəlkə bir tarixzat bu kitabdan görsək yaxşı olar. Tarixi 880. Burada tarixi 880. Əlbəttə, üstə görüşü şəcərə 1150 hicri qəməri yazıblar. Amma burada biz 880-i çox aydın görürük. Son səhifədə. Aydat gedirəm bizə. Son səhifənin əvvəllərində 880-i həm ədədinə yazıbdır, 880, həm də 8-i hərfinə yazıb. 880 tarixində qərimədə məktub və kəffəyi tən boyunda İzaq, hər halda belə bir şey burada görürük. Sultan Məhəmməd Pədərşahi zamanında, bunu mən qeydib oxuyaram. Əlbəttə, niyə oxumayayım ki, indi bu kitabı əgər şey edirik, baxaq bunu biraz yekəldək. Bu xətti gözüm hələ adət eləməyibdir, yəni oxumağına. Əl yazma da çox fərqlidir. Kitab iki cürə əl yazmadan ibarətdir. Bir cürəsi mütəxəssis yazıbdır, bir cürəsi məmuli adam, yəni mütəxəssis olmayan yazıbdır. Ona görə də xəttlər şeydir, amma indi şeydir, Nimor sual ederin və abi yer məskən yemək bulur sınqanda cəhuli əlivik sualinə cavab verməsə müsəlman bulurğa buldi, sonra müsəlman buldi. Tarix 880 tarixində qərimdə mənkub və kəffi tən boyunda Azaq qələsini məzkur üçü sonda Sultan Məhəmməd Pədərşah zamanında gedək Əhməd Paşa sərəskər Rum fəth etmişdir qərim Qırım xanı Münkili Kiray. Mən bunların bəhsini oxuya bilmirəm, əl yazına görə, ona görə bəlkə qələt oxuram. Münkili Kiray xan Ali Osman itaət etmişdir. İbtida itaət Münkili Kiray xan və Nur Sultan Məhəmməd Bey, Sultan Murad, Fatih Xan Sultan Muradi və Sultan Məhəmməd xan, Sultan Məhəmməd ibn Yıldırım və xan Bayezid, Sultan Yıldırım Bayezid, Sultan Murad xan, Sultan Murad ibn Urxan Əl-Məfrud. Hər halda burada qeyd bir şeylərə, amma burada bir tarix qoyubdur, çox da ciddi, ehtimalən bu kitab orada yazılıbdır, yəni 880-də. Amma qeydaq indi bu kitabın əvvəldən bir görək ki, nələr deyir bizə. Burada bir tarix deyil. Görün, bu Almancasında bir şey yazmışdı. Əgər onu tapa bilsək, orada bir tarix qoyubdur ya yox. Təəssüflə bu Almancasında da heç saat qoymayıbdır. Gədirik kitabın özünə. Haza kitab-ı şəcəri türki. Bu xətt və axirdəki xətt
ortadakı xəttinə fərqlidir. Yəni 3 cürə xətt görürük burada. İbtida, ibtidasız və intihasız və şəriksiz 7 asmanını, 7 ehtimalın 7 olacaq. 7 asmanını və 7 yerini, 18 bin aləmini bul dikanda buldurğan Tenrinin həmdin sünq anın dosti barca Adəm fərzəndlarika və hüsn-i larika yibarkan ilçi ki ulul əzm və risalət və nübüvvət və xavtəmət bu 4 mərtəbəni inayət qılıb yubarqay Rəsul-i Muhammed Mustafa'nın dördün ya da sönün bu kitabını etmaklık nidəsi Ərəbi Muhammed, Seyyid-i Ərəbi Muhammed Xan oğlu adı yazan budur. Seyyid bu kitabəti etmaklığının səbəbi Ərəb Muhammed Xan oğlu, Ərəb Muhammed Xan oğlu ehtimalən yazan budur. Ad Ərəb Muhammed Xan oğlu Əbulğazi Bəhadur Xan Cəngizi və Xarəzmi andaq itadır Cengiz Xan'ın aba və əcdadləri. Burada indi yazan ehtimalən biraz bu kitabı itmaq yazan Seyyid Ərəb, səbəbi Ərəb Muhammed Xan oğlu yazıb, elə mən də oğlu yazıram. Əbülğazi Bəhadur Xan Cəngizi. Bəhadur Xan Cəngizi əlbəttə, Cengizi və Xarəzmi andaq itadır Cengiz Xan'ın aba və əcdadı. Burada əcəba bunun davamı aba və əcdad yazıbdır, amma burada o səhvə yoxdur. Yəni indi burada aşağıda yazıb abad və əcdadlar, burada gərək indi bu səhifədə bu olaydı, yoxdur. Yəni və bu xətt davam tapır. Yəni kitab beləsi deyək. Bu adam başlayıb əvvəldə bu xəttinə yazıb ki, kitab 3 xəttinə yazılıb, feylən buracan təşxis verdim. Budur ki, 3 əl yazmadan ibarətdir. Birinci əl yazma budur. Bu əl yazmanın sonunda bu vərəqin bu yüzün yazıbdır, yazmayıb, boşdur. Bu yüzündə aşağıda burada yazıbdır ki, aba və əsdalar. Yəni o birisi səfər ki, gərək başlaya buradan yazıla. Burada gərək yazılır ki, aba və əcdadləri və bu xəttinə gərək yazılır. Amma görürük ki, o səfiyyə keçəndə o səfə yoxdur. Yəni bu kəlmə yoxdur. Aba və əcdadləri burada yoxdur. Və xətt də dəyişibdir. Bu bunu deyir ki, buradan bir səfə ya bir neçə səfə düşübdür kitabdan. Birinci bu. Amiran ki gülbancı payi təxtidir və xaqanın görürsünüz burada da bunun da əvvəli düşübdür. Yəni bu xəttin də əvvəli düşübdür. İndi əvvəldən bir səfəsi düşüb, 2 səfəsi düşüb. Yəni vərəqi. 1 vərəq düşübdür, 2 vərəq düşübdür, 5 vərəq düşübdür, 50 vərəq düşübdür, onu bilmirik. Amma hər halda həm o birisi yazıdan, yəni bu 2 dənə yazı indi burada bir yerdə görsəsən, həm bu üstdəki yazıdan, həm aşağıdakı yazıdan. Hər ikisinin onun sonrası yoxdur, bunun əvvəli yoxdur. İndi bunun sonuna baxsaq, bu bunun birinci üzüdür. Yəni bu üzüdür ki, yazılıdır. Keçirik bu birisi üzünə ki, buradadır. Burada indi bunun aşağısında yazır ki, hoq məsələn. Baxın burada görürsünüz çox. Hə, burada çox yazıbdır. Bu da çox. Burada görürük bunu. Bu bunu göstərir ki, bunun davamıdır. Amma burada əgər bunu göstərmir, yəni bu burada gərək aba və əcdad, gərək burada aba və əcdadla başlayaq. Əgər o düşüb itibsə, orada neçə səhifə,
İndi bunun gərək əvvəli başlayanda cümlənin əvvəlindən başlayır. Cümlənin ortasından deyir ki, amiran ki gülban ki pay təxtidir və xaqanın həmişə sərdarləri əmra əhranidə. Burada əhran da Ömərandır. Mən bunu indi altına bir virgül qoyubdur. Xığın altına qoydular, amma ehtimalən mən Əmran oxudum əvvəldə. Amiran, Əmran o da deyil, Əhran olacaqdır. Əhran da olsa nə mənadadır onu bilmirəm. Əlbəttə burada bir Google-dən soruşaq görək ki, Əhran görək ki, Əhrana görə bir şey gətirə bilir bizə, yəni mənə. Türkçe yaz. Türkçe yaz. Deyir ki, göz üstə Türkçe devam edərik. Göndərdiyiniz şəkildəki mətn klasik bir musiqi risaləsidir. Bu kitabın haqqında deyə yox. Əhram sözü başka bir Türkçe kitapta gelmiş. Anlamı nedir? Musiqiden çıxsın, yəni musiqi terminolojisindən çıxsın. Əhram sözü klasik Türkçe mətnlərdə və əski ədəbiyyatda bir neçə mənada işlənə bilir. Sizin oxuduğunuz kitabın mühitinə musiqi və irfan əsasən bu sözün ən güclü ehtimalları bunlardır. Əhlan sözünün değişilmiş forması. Xoş gəldiniz. Aha, xoş gəldinizin əhlən və səhlən məsələn sözündən istirdesin, amma o deyil. Qədim mətnlərdə özəlliklə sufi və musiqi məclislərində əhlən və səhlən ibarəsi, burada da yazdı onu. Bəzi qıssadılar və ya talaqutdə. İndi bunu deyək ki, bu söz ne var idi kitabın adı? Türkçe şəcərəsi. Şəcəri-i Türki. Şəcəri-i Türki adlı bir kitapta yazılmış ki Cığatay Türkçesi ilədir. Bir məlumat verək buna ki, bilsin biz nə haqda. Çox maraqlı nöqtəyə işarət edilir. Şəcəri-i Türk kitabı Əbülqazi Bahadurxan tərəfindən 17-ci yüzildə Cağatay Türkçəsində yazılıb. Türklərin və Moğolların tarixindən bəhs edir. Bu kitabın səyaqında kontekst. Əhran sözü və böyük ehtimalla bir qovm və ya tayfa adı kimi işlənilib. Cağatay Türkçəsində və o dövrün tarixi kitablarında bu sözün kökü buna qayıda bilir. İran sözünün Cağatay tələffüzü. Əbülqazi Bahadurxan öz kitabında Türk və Moğol tayfalarının bir yerləşdiyi coğrafiyada danışanda İran sözünü bölgə adı kimi işlədir. Cığatay yaz üslubunda İran sözü bəzən Əhran kimi yazılar və ya oxuna bilir. Aran məntəqəsi. Şəcəri-i Türkdə Qafqaz və Azərbaycan bölgələrində bəhs olunanda Aran bölgəsinin adı keçir. Əski əlyazmalarda əlif hərfinin üstünə H gətirmək və ya tələffüz fərqindən ötür və bu söz Əhran kimi görünə bilir. Bir Moğol və ya Türk tayfası. Tamam. Bu adam oradan gedir. Mənə də burada tayfa gəlir, amma şey oldu. Əhran ki gülbənci pay təxtidir və xaqanın həmişə sərdarləri Əhranidən olurdu və amma dərindil 20 ağacında, bura bir yerdir, yəni dəriddil haradır bura? 20 ağacında səməndər ki tərxudur bina eylədi. Ki tərxudur bina eylədi və inci qəl'əsi həm bina eylədi. Və murad mətləbi
Nuşirəvan Adilinin budur ki, Dərbənd qəl'əsi, üstdə də bunu Dərbənd hətmən imiş, amma mən harada? Dərbənd qəl'əsi Xızri kafirlərindən əmin olsun, çün xatiri cəm olmaq üçün öz qəbiləsindən hakimlər müqərrər eylədi bu sərhədlərə. Görürsünüz, kitab ortadan başlayır. Yəni, biz bilmədik ki, Ənuşirvan hardan gəldi, bu qəbilə nədir, haradır, birdən Dərbəndə keçdi, bu Dərbənd haranın üstündə danışır, bilmədik. Amma ravi rivayət edər ki, ta Səddi Əlbəyindən Əhranədən 7 iqlim idi. Bu qələlər Nuşirəvanidə İrə bu cəlibdir. Əyrə. Bu qələlər Nuşirəvanidən Əyrəlü İsfəndiyar Şah əlində Əyrəlü İsfəndiyar Şah əlində idi və İsfəndiyar padişah o zahir bitdən bir küli sərhədlərə hakim. Bunlar etmələn. O padişah öz əhrabindən olacaq bu. Öz əhrabindən bunlar sərhədlərə hakim qərar eyləmiş idi və İsfəndiyar Şahının payitəxti Əhrat və Gülbaxda olurdu. Baxın, Həratdır. Hərat və Gülbaxda. İndi Əhrat yazır bunu. Təxti Əhrat, ehtimalə Həratın cəmə görə Əhrat gələ bilirmi? İndi mən bunu əcəba Hərat sözünün cəmi Əhrat ola bilirmi deyə sorsam. Görək ki, bunu qoysa mən burada qələt yazmışam, onu düzəldirəm. Əcəba Hərat sözünün cəmi Əhrat yazıla bilərmi desək yaxçıdır. Yazıla bilərmi? Tamam, beləsi soruşsaq daha rahat oluq. Çox maraqlı bir nöqtəyə toxundunuz. Lüğəvi baxımdan bu sözün quruluşu və Cığatay türkçəsi ilə o dövrün yazı ənənəsinə əsasən belə bir izah vermək olar. Ərəbcə usulu ilə cəm bağlayışı. Klasik ədəbiyyatda və elmi mətnlərdə, özəlliklə türkçə kitablardakı ərəbcədən təsirləniblər. Bəzən məkan adlarının əvvəlinə bir əlif gətirməklə onu cəm və ya böyük bir bölgə kimi göstərmək olardı. Lakin Hərat sözünün özü bir şəhər adıdır. Əhrat və Hərat əlaqəsi. Tarixi mətnlərdə, özəlliklə Şəcərə-i Türkü kimi əsərlərdə kəlmələrin əvvəlinə bir H artırılması və ya hərflərin yerinin dəyişməsi, qəlb olması, yəni çox görülür. Əgər söz Əhrat formasında yazılıbsa, bu böyük ehtimalla Hərat şəhrinə mənsub olanlar, Həratlılar və ya Hərat bölgəsinin ətraf yerləri mənasında işlənib. Cığatay türkçəsində şəhər adlarının cəm forması məmulən lər ilə düzəlir. Amma ədəbi və tarixi dildə ərəbcəyə oxşadılaraq Əhrat kimi bir forma ixtira oluna bilir. Hərçənd ki, qramer baxımdan klasik ərəbcədə Həratın cəmi Əhrat deyil.
Musiqi və Hərat əlaqəsi. Tamam, getdik yenə də musiqiyə, biz ondan işimiz yoxdur. Dedi ki, sərhədlərə hakim qərar eyləmiş idi və İsfəndiyar şahın paytaxtı Əhrat və Gülbaxtda olurdu. İndi Əhrat və Gülbaxtda məlumdur ki, bu coğrafiya adıdır. Yəni, dedi İsfəndiyarın, nə dedi? İsfəndiyar şahının paytaxtı İsfəndiyar şahının paytaxtı neydi? İsfəndiyar şahının paytaxtı Əhrat və Gülbaxtda olurdu. Neynədir bu ne? Əhrat və Gülbaxtda. Əhrat və Gülbaxtda. Görün, Baxtəni belə yazıbdır. Gülbaxtda. Gülbaxtda olur idi. Burada görünən odur ki, Əhrat yer adıdır. Amma Gülbaxtə hara olar? Tamam. Şəcəri Türk kitabında və Cıqatay türkçəsində bu cümləyə baxdıqda bir neçə önəmli coğrafi və tarixi nöqtə anlaşılır. Əhrat. Ərat da ola bilər, Əhrat da, beləsi yazıbdır. Ahrat və Ərat. Sizin də düz təşxis verdiyiniz kimi Əhrat burada bir yer adıdır. Bu sözün böyük ehtimalla Hərat şəhrinin əski əlyazmalardakı yazılış formasıdır. Teymurilər və ondan sonraki dövrlərdə Hərat Xurasanın paytaxtı və mədəniyyət mərkəzi idi. Gülbaxtə ya Gülbaxtə hara olur? Gülbaxtə kəlməsi iki ehtimali zehnə gətirir. Gülbaxtə əski türkçədə və klassik farsçada paytaxtların və böyük şəhərlərin içindəki məşhur saray bağlarına Gülbaxtə deyilərdi. Mümkündür ki, bu Hərat şəhrinin içində olan özəl bir sarayın və ya bu deyil. Gülbad. Hərat məntəqəsində tarixi bir nahiyənin adı Gülbad idi. Mümkündür ki, katib sözü Gülbaxtə kimi qeyd edib. Köçəri paytaxt. Türk və Moğol xanədanlarının adətinə görə onların bir qışlaq paytaxtı, məsələn Hərat və bir yaylaq paytaxtları Gülbaxtə Çiçəkli bağ o dövrün məşhur yaylaqlarından birinin adı ola bilir. İsfəndiyar şah və bu mətn. Şəcəri Türkidə İsfəndiyar şah kimi şəxsiyyətlərdən danışılanda məmulən əfsanəvi tarixdən həqiqi tarixə keçid edirlər. Əgər bu paytaxtların adı yan-yana gəlibsə, böyük ehtimalla Hərat, Xorasan və onun ətrafındakı münasibətli bir bağlar və ya yaylaqlar bölgəsi nəzərdə tutulubdur. Tamam, bunlar heç birisi deyil. Məncə bu iki dənə şəhər adıdır. Amma bu şəhərlərinin xəlqini Xorasandan gətirmiş idi. Baxın, görürsünüz, Xorasandan gətirmiş idi. Çün Əhran, indi burada Əhran oldu da, indi o üstdəki ki, Əhran yazmışdı ya Əhrat, Əhran, onlar da Əhran idi. Əhran idi, mən niyə Hərat yazmışım orada? Mən ehtimalən qələt yazmışam. Əhran. Bunu indi yazım təzəşdən burada. Təzəşdən yazdım bunu, mən iştibah yazmışam. Bu cümlə
hündürlüyü və tarixi əhəmiyyəti ilə çox maraqlıdır. Şəcəri Türk və Cığatay türkçəsi ilə yazılan əsərlərdə coğrafi adlar tez-tez rast gəlinir. Sizin qeyd etdiyiniz cümlədəki iki məkan haqqında bunu demək olar. Əhran, Əhrat. Həmanki kimi siz də dediniz, bu söz böyük ehtimalla Hərat şəhrinə işarə edir. Cığatay ədəbiyyatında və Teymurilər dövrünün tarixi rəvayətlərində Hərat sənət və musiqinin, yox bu da Hərat deyil. İndi əlbəttə ola bilər Hərat olsun, amma Xorasan deyəndə hara gələcəyik? Bura gedəcəyik. Bura. Amma bura deyəndə deyir ki, Xorasandan bura gətirdi. Şəhərlərin xəlqi Xorasandan gətirmiş idi. Çün Əhran çayı ya Əhran çayı daxili Gülbaxtənin içindən axar Əlhal adinə. Qoyun söydülər məşhurdur. Qoyun südülər, yəni qoyun sürüləri ehtimalı. Qoyun sürülər məşhurdur və Narın qəl'əsi həm Qıpçaq canibində də ola bilər. Çanındadır. Canibindədir olacaq. Canibindədir. İlla hakimi onda olur. Olur idi. Əlhal ol narin qəl'ə qoyun kəndi demək məşhurdur və Gülbaxın üzərinə əlhal etdirdilər. Amma sahib, kitab yarımçılıqdan başlayanda belə olur da, tarix rivayət edər ki, bu şəhərləri və bu qəl'ələri Nuşirəvan adil arastə və abad etləq edibdir. Abad ətləf edibdir. Ehtimalən ya da əltəqət edibdir. Çün Tuman adlı bir taifə var idi. Əhranidən, Hümrəyədən, Əhrandan, Hümrəyədən məlik verdi, ya mülk verdi. Ona hakim təyin elədi. Hakiminin adı Tumanşah deyərlər idi. Və məşhur idi. Ondan sonra qitaqıtın mülküdür. Ondan sonra qitaqıtın mülküdür. Çün Qıptaq ehtimalən Qıtaq deyə yazır burada. Ondan sonra qitaqıtın mülküdür. Çün qitaqıtın yuxarısı Zərgərran mülküdə Küpçi məşhurdur. Küpçi məşhurdur və Küpçidən sonra Təbəsəran mülküdür. Amma Dərbəndin ləşkərinin müqəddəm çırxıcıları Təysəran, o üstəki oxuduq, oxuya bilmədik. Burada da Təysəran olacaqdır. Elə bu da Təysərandır. İndi burada dəndanəsini də qoyubdur. Təysərandır. Çün bir iqlim dülər ki, Lətin Adəmlərin İsfahandan gətiribdürlər. Nə deməkdir bu? Ehtimalən türkü bir iqlimdir. Ehtimalən lezgilərinin ya türkilərinin, belə hər ikisi oxunur. Türkilərinin Adəmi ya lezgilərinin Adəmi mələələrin İsfahandan gətiribdürlər. Anin hakimi Hicranşah oldu idi. Ulu idi bəlkə də. Bir iqlimdə yenə Təysəran üstündədir.
Huk dağına, Muk dağı da ola bilər, Huk dağı da ola bilər, Muk dağı da ola bilər. Dağından lezgilər, lezgi olacaq. Lezgi dərilər. Anın xəlqini Gilanidən gətiribdürlər. Gilandur, Gilandur, Gilan ehtimalən, Gilandur, qafla yazılıbdır. Amma hakiminə Gilan şah deyərlər. Həman Gilan şah olacaq ehtimalən. İdi. Bir iqlim dəxi məskətdür. Teyseran və getgədən. Gene orada bu ad şeydir, yazılıbdır biraz. Və Qibtaqidən məskurədəndir. Adəmlərin Şirazdən gətiriblər. Hakiminə Huşah derlər. Anın üzərinə yerlərinin ki bu iqlimlərdən az idi. Nuşirəvan adil hakimini o öz ovladından qərar vermiş idi. Amma Nuşirəvan adil ta Dərbəndədən 360 şəhər abadanlıq ilə eyləmiş idi. Çün bu şəhər. İndi bunun yazılmışları çox fərqlidir. Yəni, məsələn, abadanlıq F, qaf kimi, belə qafın ki beləsi olur, Q. Odur yazmıyor. F kimi yazıb. Yəni, düz. Ya, məsələn, eyləmiş idi. Bunlar da, məsələn, hərəsi ayrı-ayrı yazılır. Çox cəlibdir. Bu, obrislər fərqi, onlarla fərqli yazılır. Bu şəhərlər irəlidən həm abad, indi burada gərək burada yazıydı o birisi səhifənin. Yox, bu arxasıdır. Bu şəhərlər irəlidən həm abadan idi, amma xarabə olmuş idi. Ol vaxtı ki bu viranə şəhərləri Nuşirəvan adil abad eylədingə Adəmlərin Fars vilayetindən abadan eylədiyi cəhət oldur ki, Dərbəndi mühafizə edələr və saxlayələr ki, Xəzəri kafirləri bu tərəfə gəlib Azərbaycana və Əraq zəminə talan və qarət gedməyələr. Bir də buranı oxusaq. Azərbaycanın adı burada gəlibdir. Amma bunlar belə bilmirəm ki, nədir? Deyir ki, Nuşirəvan adil abad eyləyəndə Adəmlərin Fars vilayetindən abadan eylədi. Cəhət oldur ki, Dərbəndi mühafizə edələr. Axı, bunlar nədir? Məsələn, deyək ki, haradır bu şey gedir? Fars vilayetindən adamları gətirib bura. Onu qoyub ki, orada bir şey olsun. Dərbəndi qorulsun. Dərbəndi mühafizə edilər və saxlayırlar ki, Xəzəri kafirləri bu tərəfə gəlib Azərbaycana və Əraq zəminə talan və qarətə getməyələr və bu cəhət üçün Dərbənd verdilər və bunu eylədir Dərbəndi və bunu ilə Dərbəndi və Əraq zəminini saxladılar. Ta ol müddətədən amma indi burada yenə də deyişdi. Amma ravi rivayət edər ki, ta Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi, dini İslam qüvvətləndi, Fars vilayətlərinin dövləti zəvalə düşdü, Xəzri kafirlər və Rum xalqi hücum eylədilər İslam dininə və Peyğəmbər sallallahu aleyhi və səlləm həzrətinə və əshablərinə haqqı subhanahu və teala nüsrət verib və al açıq qıldığı və al açıqladığı verib
dörd tərəfə əskərlər göndərdilər ki, fəth eyləsinlər və Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis eşitmişlər idilər ki, Dərbəndinin fəziləti çoxdur. Onun üçün bu savaşlar oldur idi ki, Dərbəndin mübarək mülkünü küffar sahib olmaya və hər ca küffar əlində ola Azərbaycan əmin olmaz idilər. Amma rivayət edərlər ki, Qiyas oğlu İbrahimdən Həzrət Səlman və Rəbiətəl Bahili rəhməhullah Teala aleyhi tarixi nəbəvidən sonra 41 il dəxi geçmiş idi. Bu iki sərdar igidlər 4000 bəhadur igidlər ilə Qəzəvat qəsdinə Dərbəndə gəldilər. Xaqan Çin dəxi 300.000 əskər götürüb Səlmanə qarşı savaşmağa gəldi. Amma sahibi tarix kitab adıdır ehtimalen. Sahibi tarix rivayət edər ki, Xaqan Çin həmişə İslam ləşkərinin ne məniydi bunun? Xaqan Çin həmişə İslam ləşkərinin lugin ne mənə lümin tikrar etmiş idi. Qarşılaşmağa cigər eyləməz idi. Orada bir kəlmə vardı, onu oxuya bilmədim. Aha, bunu qalıb eşikdə yazıbdır. Burada bir 7 açıb, ona baxırdım, bu nədir? Onu görə 7 kimi açıbdır. Bir nöqtə deyib, eşikdə yazıb Bəhadur. Pəs beləsi olar. Tarix rivayət edər ki, Xaqan üçün həmişə İslam ləşkərinin bəhadurluğun tikrar eşitmiş idi. Qarşılaşmağa cigər eyləməz idi. Dərvaq çayından, Dərvaq ehtimalən bir yerdir. Dərvaq çayından bu növ ilə gəldi. Amma ravi rivayət edər ki, Xaqan Çin qaçmağa qəsd eylədi. Amma vəzirləri və ərkani dövlətləri dedilər ki, ey padişahım, dövlətə layiq dəcildir ki, bu qədər ləşkər ilə eybidir. Gərəkdir ki, qeyrət olmanın yaxşıdır. Qeyri təsyiz dirilməkdən Xaqan için dedi ki, qeyrətsizdirlik. Nə mənə? Gərəkdir ki, qeyrət olmaq yaxşıdır. Qeyrətsiz dirilməkdən Xaqan, indi burada cəlib bir şey dedi, onu mən bir də oxuyayım. Bu qədər ləşkər ilə eybidir, gərəkdir kim qeyrət eyləmək yaxşıdır qeyrətsiz dirilməkdən. Xaqan için dedi ki, ey vəzirlər, bu cəmaətə qılıc və ox və heç yara karigər olmaz və öldürmək olmaz. Anın üçündür bunlara kimsə cavab verə bilməzlər. Çox, indi o birisine getir, çox vilayətlər fəth edibdürlər. Əlhal bizim qəsdimizə gəlibdürlər. Yoxsa ki, ərəb handa bu yerlər handa. Bunlar ilə bizim cəmaət savaş edə bilməzlər. Amma sahib rivayətdir ki, bu sözləri bir kafir ilə eşidib ox yayın götürüb sınmaq xatiri üçün, imtihan üçün, sınmaq xatiri üçün gedə İslam ləşkərinə yaxın gedi, bir yerdə su qırağında gizləndi. Nagah Səlman rəhmətullah aleyh ləşkərindən bir Səlmanə
Gusl vacib oldu. Bir müsəlmana gusl vacib oldu. Süd germəyə, suya girməyə, su qırağına gəlib rəxd libasını çıxarıb suya girdi. Su yazmır, su. Bir yerdə su qırağında tamam gizləndi. Nagah Səlman rəhmətullah aleyh ləşkərindən bir müsəlmana gusl vacib oldu. Suya girməyə, su qırağına gəlib rəxd libasını çıxarıb suya girdi. O kafir ləin görüb uzaqdan bir ox atıb və varıban öldürdü və başını kəsib Xaqan-ı Çinin önünə daşladı. Dedi ki, ey Xaqan-ı Çin, bu baş ol ərəb cəmaətindəndir ki, deyərlər ki, bunlara heç silah kargər olmaz. Amma bu baş onlardandır. Xaqan-ı Çin bu sözü eşitdi və bu maviyini dəxi gördü. Bu başı dəxi gördü. Xaqan-ı Çin qeyrətə gəlib ləşkərin atlandırdı. 300.000 ləşkərin 400.000 müsəlmana, burada 100'ü siliblər. Əvvəl yazmışmış, amma sonra bu 100'ü silib qalıb 4.000. 4.000 müsəlmana qarşı savaş eylədilər. Sulşuyun qarşısı müsəlmana qarşısı lüşüvin nə deməkdir bunu başa tapmadım. Savaş eylədilər. Müsəlman ləşkərləri Allahu Əkbər çağırıb və Həzrəti Peyğəmbərə sələvat verib İslam dininin eşqinə qılıc ürdülər və çün kafirləri qətl edib cəhənnəmə göndərdilər. Çün Şam namazı araya gəldi. Müsəlman ləşkərləri savaşdan qayıtıb namaza durdular və kafir ləşkəri həm qayıtıb yerində durdular. Amma ravi sahibi tarix rivayət edər ki, Xaqan ilə in hesabın gördü. 20.000 kafir ki adı dəftərdə ola cəhənnəmə vasil olubdur. Çün ikinci gün genə savaşdılar. Müsəlmanlar kafirlərinin içinə ac aslan kimi təpib kafirlərinin qanlarını sellər kimi axıtdılar. Kafirlər qorxdular. Hər bir müsəlmanıdan 100 kafir qaçar idi. Çünki kafirlər dəxi ol gündə cəhənnəmə səfər eylədilər. Gərəkdir kim heç hesabi olmaya və taqətləri olmadı ki, birisi də yüz çevirə və qayıtıb savaş eyləyərlər. Rivayətdir ki, namaz vaxtı olanda yarısı namaza durub və yarısı dahi savaşlar edərlər idi. Ta o zamana təkin kim namaz-ı şam ola və 3-cü gün vaxtı ki, tamam. Bu xətti ki, ələn oxuram, çox gözəl xətdir. Mən bunu çox rahat oxudum və ləzzət aparıram. İnsafən, hətta mənim zehnimdə bir Azərbaycanlı bir xanım professorla danışırdım. O məndən istəmişdi ki, belə bir kitaba rast gəlsəm, xəbər verim. Bilmirəm ki, əcəba burada Qərbi Azərbaycan haqqında mən onu bir də axtaram, calibdir. Hər halda bu əl yazının son qismətinə gəldim. Görək ki, buradan sonra, yəni bu əl yazı burada qutarır, ayrı xətlə başlanır yazmağa. Bir ayrı xətti, ayrı midatla yazılır. Xanının aba və əzdadlərinin və ovladlərini kim hər vilayətlərdə padişahlıq qılıb
türürlər müvərrixlər türki və farsi dili birlan onların barcelərinin tuğğan və ulğan tarixlərini və yenman qılğan işlərini bilib türürlər bir padişahın atinə bir danışmendün bir kitab betib türütüyə bir neçə yıllardan sonra oğladının yeninə bir padişah bulğanda təqi bir danışmend müvərrix bəstə bu bulsa, tamam peyda bulsa, mən old müvərrixdən yaxşı etürmən dedib bu padişahın atinə təfvi bir tarix atıp tururlar. Tururlar dururlardır da, terör değil. Tururlar odur, turur ya turur. Bu d'la t çeyişir birbirine. Tamam. Çok sade bir kitap, çok güzel, şirin bir kitap. Təəssüflə bunun bir çox səhifələri o xətlə, əvvəlki xətlə yazılıb çox mətləb olardı, amma bu xətlə yazılıb biraz az mətləb olubdu. Bu kitabın son səhifəsinə baxaq görək ki, acaba buradan bir tarix çıxada bilərmi? Çox gəlmişəm bu üzə. Ehtimalən bu kitabın axirləri ayrı bir şeydir. Biraz yerim dalıya görüm şey. Çünkü burada mesela bir ayrı bir şey. Aha burada mesela bir tane tarih 1148 yazıbdır. Bu ne mənadır? Tarix-i Cüluzi Nadirşah Səhra-i Muğanda padişahlıq təxtiqahində qərar tapdı. Bəs bu adam bu kitabı o zaman əlbəttə bu ayrı xəttinə yazılıbdır. Bu da deyim ki, ələm mesela burada biz 2 xətt görürük. Bu kitabda ələm bu səfədə yəni 3 xətt görürük. Bir Əl-Xəbər fîmâ vəqə 1148-də bu Əl-Xəbər fîmâ vəqə və bu ədəd 1148 bir ayrı xəttinə yazılıb. Onun altında bir cümlə tarix-i Cülusi Nadirşah Səhra-i Muğanda padişahlıq təxtiqahında qərar tapdı sənəyi filan. Yəni o tarix sənə buradan gəlir. Bu bir xəttinə. Bunun altındakı yazı kurtarılıb Həzrəti Kəbi-i Mükərrəmə əyan. Bu da bir ayrı xəttinə yazılıb. Bu birisi səhvəyə qeydindir. Yəni biraz indi yavaş başdan qeydirəm arxaya, gedim axirə. Axirdən qeydim əvvələ tərəf, biraz da kiçik eləyim ki, bu səfər qəşəng görsənsin. İndi qeydirəm arxaya tərəf. Məsələn, bu son səhifədir ki, dedik burada bir ədəd qoyubdur, 880. Amma bilmirik ki, bunu kim yazıbdır. Yəni, indi bu kitabda bəllidir. Mən yəni istədim, yəni bu kitabı, məsələn, 880-də yazıblar. Amma görürəm ki, bu kitabda bir dana düzümdə yazılıb ki, Nadirşahın təxtə çıxmağı tarixini yazıbdır. Ələn burada məsələn bir ayrısı var, bu da 238 deyə bir nömrə görürəm. Bu nə deməkdir? Məsələn, bu da bir ayrı xəttinəndir, ehtimalən. Bəli, ayrı xəttinəndir. Məşriq bulduq yeddilər Məhəmməd Rəsulullah bizdən dua eylət isri tənrik edil. Oxuya bilmədim buranı, amma qeydirəm, daha biraz da dalıya qeydirəm. Məsələn, bura o xətlə ki, oxuduq əvvəldə ondan deyil, fərqli bir xətt nəzərimə gəlir. O 230 neçə idi ki, burada gördük, bu səfərin nömrəsi imiş. 238. Çünki latincə yazılıbdır. Əvvəl İslam dünyasında bu cür yazmırlar, bu latincədir. Bir də biraz qeydəndə dalıya bir səfər, burada görürük 237 də burada görürük. Aynı qələmlə, ayrı rənglə yazıldığı üçün o tarix deyil, o bir şeydir. Amma burada bir neçə adlar yazılıbdır, altına da nömrələr qoyulubdur. Ehtimalən yoruldum. Deyir ki, İstanbul'dan Məkkiyə varınca kaç saat olduğunu bəyan edər. İstanbul'dan Şam'a varınca 300 saat
Şamidən Mədiniyə 300 saat. Mədinədən Məkkəyə varınca 133 saat. Burada da saatları yazıb. Yenə görürsünüz ki, o kitaba heç ilgisi yoxdur. Bir dənə də qeyd ruhdalıya 236-cı səhifəyə baxırıq. Burada da 3 xətt görürəm ən azından, 3 əl yazma. Birinci əl yazma ehtimalən şeirdir ya hər nədir. İkinci əl yazma ərəbcəyə bənzir, amma görürüm ki, alimi, amili və şeyx və etmamindi əlarğə qaldı və ərzuq və əl-Xorəzm vilayətinə düşdü və bir oğul Türkistanğa düşdü və birisi baş qaldı və ani mənfəət əsradi. Anın məşhur atı tərmədir. Atı haman yan adı tərmədir ki, məsələn, bura bir ayrı şeylə yazılıbdır. 1131-də yazılıb. Məsələn, bu tikə 1131-də yazılıbdır. Çünki aşağıda yazır ki, əgər onu oxusaq, elə davam eləsək, Noğay arasında cəmi mərzalərinin uluq atasıdır və anə vallahu ələm təhqiqəl hali və iləyhil mərcəü vəl hal sədrətül əl-haqq əl-qəvid əl-qəvim ilallah. Belə bir şey oxunur. Ondan sonra Nəvvərallah Nurullah ibni Übeydallah Sədiq əl-Xarəzmi. Məsələn, bunu yazan budur. Bu oxuduğum yeri yazan ki, düz oxuya bildim ya qələt oxuya bildim. 1131-də bunu yazıbdır. Yəni, bu kitabda cüngə bənzir. Yəni, Tarixi Culusi Nadir Şahı da burada görürük bu səfədə bir sətir odur, qalanı bir ayrı xəttinə, bir ayrı qonu haqqında yazılıbdır. Biraz da qeyd ruhdalıya arxaya görürük ki, burada nə vardı? Bu xətlər yerində o xəttinə ki, oxuduq, ikinci xətt deyil. Burada indi bura baxırıq, burada da bir çox tarixlər burada yazılıbdır ki, Səlim Girayxan vəfat oldu, oğlu Qazi Girayxan buldu, tarix 1018-də 1018-də Qazi Girayxan əzl qərdaşini ya da qərəndaşi Qıplan Giray xan buldu. Tarix 1120'də. Tarix 1120'də. Milan Giray. İndi onun adını Qıplan Giray idi. Burada Qıplan Giray. Qaplan ola bilər etmənə. Qaplan Giray əzl qardaşı Dövlət Giray xan Vəqəi Sani xan, ehtimalən mən belə oxudum, amma elə bilər ki, Vəqəi olmasın. Vəqəi Sani xan buldu. Tarixi 1125 Dövlət Giray xan əzl qarandaşı Qaplan Giray xan buldu. Vəqəi Sani xan buldu. Tarix 1128. Qaplan Giray xan əzl. Bunlar indi görürsünüz ki, beləsi hey yazıbdır. Ben tikrardır ya nədir baş tapmıram. Dövlət Giray xan buldu. Çoban Giray oladı. Tarixi 1129. Görürsünüz ki, burada hey tarixləri yazır. Bu kitabın tarixi deyil. Bu da şeydir. Yəni başqa tarixlərdir. Yəni orada hakimlik, Giraylıların hakimiyyətidir. Burada səfənin qırağında da belə bir yazı yazıb ki, riz mənə tay, mən zindanda da belə yazardım. Dəftərin qırağında da ki, yer olmasın, oxuyan da oxuya bilməsin. Çəngizxanın oğlu Çuçixan, Anın oğlu Tuğay Temur, Anın oğlu Üz Teymur, Anın oğlu Sarıcə Küçük oğlan, Anın oğlu Tuqqıl Xoca oğlan, Anın oğlu. Burada da onların nəslini yazır ki, kimlər davam elədi. Burada da bir ayrı xəttinlə, ayrı formatda 2-3 dənə xəttinlə əlbəttə bir ayrı bir şeylər yazılıbdır. Yəni bir adam yazmayıb. Burada bir 2
En azından buranı 3 nəfər yazıbdı, ya 2 nəfər yazıbdı, en azından. Bu birisi səfiyyə qeyd edəndə tarixinin tegi 74'dan da ve şan yılında, tavşan ilində. Tarix 1070 min tegi nəmin olur? 1074 ta da tavşan yılında ve Ramazan-ı Mübarək da Darül Fənadən Darül Bəqaya rehlət qıldı, müddəti padişahlığı 25 yıl buldu. Allahu a'lemu bis-səva təmmətil kitab və unillahil məlikül vəhhab əla yedil abdillahi əz-zəif əl-müznib əl-mühtac ilə rəhmətillah. Hara getdim mən? İlə rəhmətillah Məhəmməd Hüseyni İbni Hacı Ağa Sufi. Ha, tamam. Kitabı yazanın kim idi? İndi bu kitabı Şəcəri Türkini yazanın adı. Yazar. Əcəba bu yazardı ya nüsxəçidir, onu bilmirəm. İndi burası var. Çünki kitabı oxumadıq ki. Allahu a'lemu bis-səva təmmətül kitab, orasını oxuduq. Beyədi Abdullah Zəif el-Müznib el-Muhtac ilə rəhmətullah əleyhi Məhəmməd Hüseyn İbni Hacı Ağayı Sufi Qəryəti Türəkki Qəfərallahu ləhuma. Ehtimalən bu qəriyə olmayacaqdı. Bu da adı olacaq. O adamın indi çünki yox. Qəryəti Türəkki Qəfərallahu ləhuma və licəmi ümməti Muhammedin amin və elhamdülillahi rabbil alemin. İş bu nüsxəyi, nüsxədir, tamam. Nüsxəni yazanın adıdır bu. Yazar deyil, nüsxəçi. İş bu nüsxəyi Şəcəri Türkini tarixi 1150'da Peterburg yolu şeydə. Tarixi Nəssax nüsxə. Nüsxənin tarixini yazıbdı. 1150 Hicridə. Hicri qəməridə Peterburg qələsində. Bura Türk qələsiymiş, görürsünüz. Peterburg indi hara olur, onu taparam. Rusiyədədir, amma Rusiyanın harasıdır? Görürüm Peterburg. Peterburg qəl'əsi haqda bilgilər verər misin? Peterburg idi ya, Burg. Qələt yazmışam, bunu islah edeyim burada əvvəl. Bir də baxım kitaba. Qəl'əsi. Peterburg. Tamam. Düzəltdik o şeyi. Peterburg qəl'əsi, yəni həman Petropavl. Peter and Paul Fortress. Qəl'əsi Rusiyənin St. Petersburg şəhrinin ən qədim və ən önəmli tarixi tikintisidir. Bu qəl'ənin tikilməsi əslində şəhrin yaranması ilə birlikdədir. Cəlibdir. Bura bizim bu qələ haqda əsas bilgilər bunlardır. Yaranma tarixi və hədəfi. Bu qələ 1703-cü ildə 1-ci Peter, Böyük Piotr tərəfindən tikildi. Yəni 1703 miladidə. İndi bu neçə yüz il olar öncə? Sər bileyim, bunu tapım. Əcəba ora Türk torpağıymış ya yox? İndi orada bir şəkkə düşdük. 1703 2026 bundan çıxsaq 1703'ü bu qələ 323 il bundan qabaq deyir tikilibdir.
tərəfindən tikildi. Onun əsas hədəfi Şimal Savaşı dövründə Sued ordusunun hücumlarına qarşı Neva çayının sahilini qorumaq idi. Bu qələnin təməlinin qoyulduğu gün 27 may indi Sankt-Peterburg şəhrinin yaranma günü kimi qeyd olunur. Qələnin içindəki önəmli binalar. Tamam, bu da indi burada belə bir şey yazıbdı. Acaba bunu kim yazıbdı? Deyir ki, İşbu nüsxə şəcəri Türkini tarixi sənəyi 1150-də Petersburg qələsində şövkətli, ədalətli Anna İovanona İmparator Əzəmi Həzrətlərinin mübarək vaxti əsrində və Padişah Aləmpənahın sayəsində Səfər ayının 15-ci günü Pənşənbə, yenə burada yazıb Pənşənbə günü öylə vaxtında tamam buldu. Kitab burada qutarıbdır. Buradan bu üzəki nə mənə görmüşdük. Bunlar hamısı şeydir. Bu nüsxə bəs bu tarixdə yazılıbdır. 1150 Hicri qəməridə bu kitab yazılıbdır. Tarixini düz yazıblar burada. Burada əlbəttə bir şey yarımçılıq qalır burada. Burada silinibdir. Buradan da bir dənə sətir kamilən əl ilə siliblər. Yəni məsələn buranı mən əgər biraz oxusam bir sətir daldan padişahlığını oğullarına verib ruzi tövbə və inabət qılıb mavəraün nəhri ka içi yubardı getdi. Əbdüləziz xan Birlan yaraşıb tarixi falan burada görürsünüz. Buranı siliblər rəsmən. Gedib o birisi səhifədə tarixi min falan 1070 tarix 1074. Bu tık nə olar bilmirəm. 1074-də bunları ehtimalən burada deyir ki, gedib ora. Hər halda kitabın bu yazılması bir ayrı şeydir. O nüsxəsi. Amma bunun əsl yazılması hangi tarixdədir onu bilmədik. Çünki bu bir nüsxədir. Nüsxəni də ehtimalən pul üstündə savaşıblar. Onun üçün də burada bir şey yazıbdır. Bu nədir? Cür gəlməyiblər. Onun üçün kitabı götürüb özü yazıbdı məsələn. Bir ayrı adam yazıbdı. Bir az pula götürüb bu kitabı təzədən yazıbdı. O əvvəldəki xətt çox gözəldir. Yəni o əlbəttə bu xətt də tarixdən bizə qalandır da. Allah hər ikisinə rəhmət eləsin. Yəni hər neçə nəfər ki adam bu kitabda yazıblar. Allah hamısına rəhmət eləsin. Ruhları şad olsun ki bizə belə bir kitab qoyublar. Biz bunu bilmirdik. Ola bilər ki bəlkə bu kitab bizim dərdimizə dəysin. Özəlliklə əgər eləyə bilək bunun bir ayrı şeyini tapaq, bir ayrı nüsxəsini tapaq. Və o nüsxədə eləyə bilək bu şəhərlərin adını daha doğru görək. Məncə şey olmaz. Yəni əsla pis olmaz. Gördük kitabı, çox gözəl bir kitab, tanış olduq. Mən istəyirəm bu kitabın adı Şəcəri Türkini buradan götürüm, aparım qoyum. Buradan götürüm, bunu kat eləyim. Aparım qoyum bunu. Bunun içinə qoyaq, burada qalsın. Paste, tamam. Bu da bir kitab idi, bugün oxuduq. Allaha şükür olsun ki, belə bir kitabla bu günləri tanış olduq. Əlbəttə bu gün 3 dənə kitabla tanış olduq ki, biri ərəbcə idi. Əcaibül məxluqat və qəraibül nəmənə, onu oxumadıq. Ərəbcə idi. Ora burasına baxdıq əlbəttə, oxumadıq deyil, amma nəqqaşilərin zadına baxdıq. Məncə çox ciddi bir kitabdır. Bizim bəlkə deyə bilərəm ki,
İndi adları yadımdan çıxdı. Batılılardan öncə bu risalə yazılmış. Biri musiqi haqqında idi. Da 550 səhifə oxuya bilmədik. Çünki musiqi istilahları ilə dolu idi ki, əslən bilmirdim nədir. Ona görə onu oxumadıq. Türkcədir, amma üçüncü kitabda Şəcəriyi Türkiyə addır. Bu da 2-3 əl yazma ilə ibarət olaraq yazılıbdır və biz bunu da biraz əvvəlindən, axirindən, biraz ora-burasından oxuduq. Beləliklə bu günü başa çatırıq. İnşallah bir ayrı gün, bir ayrı kitablarla Allah lütf eləsə sizlərlə hər halda kitab oxumağa, özüm kitabları tanımağa, türk dilimi güclətdirməyə, dədələrimizin bizə tarixdə minlər il, 10 minlər il, 100 minlər il yaşayıb, onu təcrübə eləyib, onu kitab formatında xülasə eləyib bizə verməklərindən